Hər kəs salamünaleyküm. Deməli, sırrıniklərlə bağlı bir informasiya bölüşmək istəyirəm. Həm valideynlərin, həm sırrıniklərin özü də məlumatda olsun. Düzdür, sırrıniklərin özü çox güman ki, bilir bu məlumatı. Sadəcə olaraq istifadəni davam eləmək üçün, belə deyək də, onu daxilində gizlədib və inanır ki, mən özüm öhdəsindən gələcəm. Və burada nəyə qeyd eləmək istəyirəm? Vaxt məsələsinə bağlı qeyd eləmək istəyirəm. Mərkəzə zəng edirlər, misal üçün deyirlər ki, mən 1 aylıq gəlim, 2 aylıq gəlim. Biz yəni 12 addım reabilitasiya mərkəzi olaraq heç kimi 1 aylıq, 2 aylıq götürmür. Nəyə görə? Çünki bu həm bizim əməyimiz itir burada, həm də sizin və sizin ailəvizin ödədiyiniz məbləğ, yəni boş yerə gedir. Yəni boş yerə nəyə görə gedir? Çünki təzədən istifadəyə qayıdırlar. Ona görə yəni sırrıniklər bizdə 3 aydır, 3 aydan sonradakı ambulatorkada 3 aylıq, option 6 aylıqdır. Bu qədər.